İzahlı test 7-ci hissə 5-ci sinif ingilis dili 1, 2, 3-cü suala burada baxacaq. 4-cü sualın cavabını isə kommentlərdə, şərhlərdə siz yazarsınız. Birinci sual choose a synonym of the underlined word. Altından xətt çəkilmiş sözün sinonimini seçin. Mike enjoys beautiful nature from his window. Beautiful sözü gözəl, qəşəng mənasını verir. Mike öz pəncərəsindən görünən gözəl mənzərədən zövq alır. Beautiful sözünün sinonimi A bəndi light işıqlıdır, onun sinonimi deyil. B bəndi fresh təzə, yeni mənasını verir, onun sinonimi deyil. Clean təmizdir, bu da doğru deyil. C bəndi nicedir, gözəl, qəşəng mənasını verir. C bəndi doğru cavabdır. İkinci sual. Choose a pair of nouns in the singular. Təkdə olan isimlər cərgəsini seçin. A bəndində cut roses. Roses cəmdədir. A bəndi doğru deyil. Trousers, socks hər ikisi cəmdədir. Doğru deyil. D bəndində veza, queens. Queens sözü də cəmdədir. Bu da doğru deyil. C bəndi doğru cavabdır. Dress paltardır. Barbecue sözü də təkdədir. C bəndi doğru cavabdır. Üçüncü sual choose a correct article. Düzgün artikelları seçin. We start our English lesson with song or game. Biz öz ingilis dili dərslərimizi mahnı ilə və yaxud oyun ilə başlayırıq. Burada qeyri-müəyyən artikel işlənməlidir. We start our English lesson with a song or a game. A bəndi doğru cavabdır. Dördüncü sualın cavabını isə şərhlərdə yazarsınız.